polis və ya mühafizə orqanları səni cəzalandırmağa çalışmır. Sənə kömək etməyə çalışır. Ancaq məsələ başqa tərəfə çıxanda, yəni cəzalandıra da bilirlər. Böyük bir qəza olub, sən maşının sürətini azaltdın, başladın onu videonu çəkməyə, sən kameraya düşürsən, sənin başına elə bir oyun gətirirlər ki, ay xay. Sən onu bölüşdünsə, ümumiyyətlə çox dəhşətli bir şeylər baş verə bilər. Dərs vaxtı valideyn belə girib uşağının yanına gedə bilmir. Müraciət eləməlisən əvvəlcədən ki, məsələn, mən falan saatda gələcəm, təşkil edirlər, uşağı gətirirlər sinifdən, görə bilirsən. Dubayda kimsə yığışıb böyük bir tədbir keçiriblər, qadınlarla falan belə bir qalmaqallı bir məsələ var idi. Mən deyərdim ki, dünyada qadına olan hörməti Ərəb Əmirlikləri kimi görünməz. Həqiqətən də səni kimsə fikirləşmir ki, mütləq burada cərimə. Heç polis adamı bir ilə iki ilə cərimə eləmir. Orada belə bir mühüm var, ya Dubai ilə bağlı. Yerdə kaşlok görürsənsə, əyilib qalxanda dəmir barmaqlar arasında qalxırsan, o yox ki, hər tərəf kameradır. Heç kim öz gələcəyindən risk eləmək istəmir. Biznesinizi dünyaya çıxartmaq istəyirsinizsə, ilk ən yaxın, ən rahat, ən problemsiz və qiymət cəhətdən də çox rahat pəncərədir. Siz böyük kompaniyaların CEO-suna oturub hər gün kofedə içə bilərsiniz. Biraz danışıqdan sonra başa düşə bilərsiniz ki, bu şirkətin hansısa bir ünlü təmsilçisidir. Orada 4-5 yataqlı villanın təxmini qiyməti 22-24 milyon arasındadır dirhəmdən. Bu da 5-6 milyon dollar. Fərq etməz. Siz 100 min dollar investisiyadan gəlmisiniz, 100 milyon dollar investisiyadan gəlmisiniz. Əmlaka qoyduğunuz vəsaiti geri dönüşün ildə 8-10% alacaqsınız. Dubayda olan parkların sayı, uşaqlar üçün əyləncə mərkəzlərinin sayı, mən deyərdim ki, hər böyük şəhərdən bəlkə 3 qat çox xoşbəxt ölkədir. 25-30 ölkədə olmuşam və onların arasında ən xoşbəxt insanları orada görmüşəm. Hamı rahatdır. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Qonağım Rəşad bəydir. Rəşad bəy, xoş gəlmisiniz. Xoş gördük. Bugünkü mövzumuz mən düşünürəm ki, daha çox iş adamlarına maraqlı olacaq. Bizim söhbətimiz Rəşad bəylə daha çox Dubayda biznes, qlobala çıxma biznes baxımından bunun haqqında oldu. Ümid edirəm ki, Rəşad bəy, bu gün biz bütün bu məsələləri əhatə edə bilərik. İnsanlar da buradan faydalı şeylər öyrənər. Siz isə əgər abunə deyilsinizsə kanala abunə olun və yekunda şərhdə yazarsınız. Rəşad bəy, başlayaq əvvəldən. Siz nə cür oldu ki, Dubaya gedib çıxdınız? Onun istəyirəm ki, mən ön hekayəsində danışasınız və ora getmək hissəsində də toxunasınız. İlk öncə sizə təşəkkürümü bildirmək istəyirəm. Ona görə ki, sizin izləyiciniz olaraq sizi izləyirdim. Həm də ki, sizin formatınız çox xoşuma gəlirdi və belə bir müsahibədə iştirak etmək çox maraqlı olacaq mənim üçün, yəni ki, seyr edən tamaşaçılar üçün də. İlk öncə necə başlamışdı? Azərbaycanda mənim təsisat şirkətim var idi. Azərbaycan biznes mühitindən çox razı idim. Amma daha geniş bazara çıxmaq fikrimdə idi. Hardasa 2008-2010-cu illərdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə gedəndə düşündüm ki, tamam, bura dünyaya bir pəncərədir. Ondan sonra illər keçdikcə, gedib gəldikcə, dünyaya çıxdıqca biznesdə işləyə-işləyə görürdüm ki, dünyaya çıxmaq bazarına ən gözəl yolu elə Dubay bazarı. Orada biznes... Səbəb nə idi, üzr istəyirəm? Niyə o nəticəyə gəldiniz ki, məhz Dubay bazarından dünyaya çıxmaq daha yaxşı yoldur? Dubay bazarının üstünlükləri çoxdur ki, qanunları çox rahatdır. Vergi sistemi çox rahatdır. Hublar var, port var. Dünyada elə bir böyük şirkət yoxdur ki, orada onların nümayəndə olan ofisləri yoxdur. Yəni mümkün deyil ki, hansısa bir böyük şirkət orada öz bir anbarımı deyim, bir heyətimi deyim, satış təmsilçisi komandası deyim, marketinq şöbəsini deyim, olmasa mümkün deyil. Bütün şirkətlər orada var. Mən gəzdikcə gördüm ki, iş adamları yeni bazar axtararaq gəlirlər, amma onlara bir kömək lazımdır. Qaydalar fərqlidir, qeydiyyatlar fərqlidir, orada yerləşmək fərqlidir, ümumiyyətlə hər bir şey fərqlidir. Yəni adət etdiyimiz, Azərbaycanda adət etdiyimizdən fərqlidir. Hə, çox fərqlidir, yanaşmalar da fərqlidir. Ona görə də bir belə fikir yaranmışdı ki, burada konsultant kimi iştirak eləmək. İlk öncə konsultant kimi iştirak etdiyim layihələrdə gördüm ki, burada legallaşma lazımdır. Hə, özüm düşdüm, axtardım, gördüm yox, burada çətindir. Yəqin ki, burada konsultant lazımdır. Bir neçə konsultant cəlb ediləndən sonra hər bir konsultantın dediyi məsələləri bir yerə yığanda gördüm ki, fərqlilik çoxdur.
hərə bir cür söz deyir. Biz tradingdən də məşğul idik orada. Çindən Avropaya, Avropadan başqa ölkələrə malların satışını təşkil edirdik. Onlayn mağazinlərimiz var idi, yəni ki, satışlarda iştirak edirdik. Ancaq effekt var idi, biraz uzun müddətli effekt var idi. Konsultasiya daha mənim hüquqi tərəfdən də təslim olduğuna görə mənim üçün daha rahat, daha cəlbedici görsənirdi. Komanda yığdım, başladım işə. Siz dediniz ki, gəzdim, gördüm ki, Dubayda yaxşıdır. Hansı yerləri gəzdiniz, nə gördünüz və başqa yerlərdə nə yox idi ki, onu da Dubayda tapdınız? Çünki bir var sən gedəsən Dubaya birbaşa çıxasan. Bir də var ki, sən başqa ölkələrdə bir təftəş eləyəsən, nəzərdən keçirsən, görsən ki, yox da Dubay daha yaxşıdır. Demək olar ki, böyük ölkələrin hamısında gəzmişəm. Amerika Birləşmiş Ştatlarında da bir cəhd eləmişdik. Avropa ölkələrində cəhd eləmişdik. Uzun illər Çində də gediş-gəlişimiz və orada yaşayışımız da olub. Amma görürdüm ki, daha rahat həm dil mövqeyindən, həm Azərbaycana yaxınlıq mövqeyindən, həm də ki, ümumi qaydalar mövqeyindən çox rahatdır. Yaxşı, siz mənim bildiyim qədərilə ailənizlə birgə ora köçmüsüz. Bu məncə ən çətin verilən qərarlardan biri olmalıdır. Çünki bir var biznes bir yerdə olsun, bir də var ailə ilə bir yerdə. Orada siz artıq tək özünüz deyilsiniz. Biz adətən uşaqlarla danışanda deyirik ki, nə qədər ki bir kişi təkdirsə, harasa getib parkda skamyaka üstə də yata bilər. Amma ailə ilə bu problemini də bu qərarı necə verə bildiniz? Çünki mən Dubay ilə də bağlı tez-tez videolara baxıram, orada biznes necədir, orada yaşayan insanların danışıqlarına qulaq asıram. Bəzən məndə bu təəssürat yaranır ki, səhradır da, burada ən azından Azərbaycanda meşələr var, çaylar var. Dubayda okey, biznes üçün çox yaxşı şərait var, amma yəni istirahət üçün, belə boş vaxtda çıxıb gəzmək üçün, ailə ilə vaxt keçirmək üçün əlverişli deyil. Yox, o Dubay miflərindən biridir. Dubayda olan parkların sayı, uşaqlar üçün əyləncə mərkəzlərinin sayı, mən deyərdim ki, hər böyük şəhərdən bəlkə 3 qat çoxdur. Yəni açıq parklardan söhbət edir. Açıq parklar, bəli. Oktyabr ayının 15-dən may ayının axırına kimi açıq havada 24-25 dərəcədə tam formada gəzə bilirik. Orada mövsümi parklar da var. Oktyabr ayında açılır, aprel-may aylarında qapanır açıq havalarda. Böyük parklar da var ki, mövsümidir və üstü də örtülür. Düşünürəm ki, mənim də uşaqlarım orada əyləncə üçün həm Dubay, həm Abu Dhabi, həm Şarja, həm başqa bir əmir, siz bildiyiniz kimi orada 7 əmirlik var, birləşiblər. 1971-ci ildə 2 dekabrda yaranıb Birləşmiş Əmirlikləri. Fərz edək ki, Ramazan ayıdır. Aha. Orada Ramadan deyirlər. Ramadan ayında oturmuşuq ailəmizlə və üz-üzə görürük ki, bir Hindistanlı rezident və üzbəüz gəlib görsənir ki, Avropadan da çox güman mən Belçikalı. Bir tərəfi də var, birini də deyim. Orada yaşayıb bütün xalqları tanımağa başlayırsan. Dünyanın hər yerindən xalqlar var. Demək olar ki, elə bir xalq yoxdur ki, məsələn, mənim işçilərimdən biri var idi, Mauritiusdan idi. Yəni ki, düşünmürəm ki, kimsə Azərbaycanda yaşayırsa, Mauritius adında bir ölkə tanıyır. Balaca bir adadır. Hindistan mənşəli bir adadır. Mən axırıncı dəfə bu adı coğrafiyanı oxuyanda universitetdə hazırlaşanda eşitmişdim. Mən isə elə bilmişdim bu Mavritaniyada. Əslində heç Mavritaniyada deyilmiş. Mənim ağlıma da o gəldi. Məndə belə təsəvvür yarandı ki, ora əsgərliyin qlobal versiyasıdır. Yəni hərbi xidmətdə olanda sən bütün bölgələrdən insanlar olur və sən hamı ilə bir yerdə xidmət edirsən, orada da onun qlobal versiyasıdır. Elə bir ab-hava var ki, Ramadan vaxtında insanlar tolerantlıq hissi ilə bir Hindistanlı, bir Belçikalı bir-birinə üz-üzə gələndə Ramadan Karim olaraq bir-birlərini salamlayırlar. Yəni bu nəyin göstəricisidir ki, orada tolerantlıq var, insanlar bir-birinə çox böyük hörmət eləyir. İlk öncə başqa ölkələrdən gələn bu sistemə öyrəşənə kimi bir növ mən özümdən deyirəm ki, məsələn, mən Azərbaycanda yaşayanda yolda gedəndə özü-özündən aqressiya hiss eləyirdim. Ətrafda da yolda heç kimə yol vermək istəmir falan belə. Amma orada yox. Orada elə o hisslər gedir, çox rahatlaşırsan. Xoşbəxt ölkədir. Düşünürəm ki, təxmini bir 25-30 ölkədə olmuşam və onların arasında ən xoşbəxt insanları orada görmüşəm. Hamı rahatdır, kasıblar. Sizin podkastda da bir nəfər, bir yoldaş iştirak edirdi, çox Toğrul deyirdi bu. Toğrul Səməd deyirdi ki, onun da biznesi vardı. Onunla tanış olmaq mənim üçün çox xoş olardı. Əslində burada da ola bilər, Dubayda da ola bilər. Mən adətən Dubayda oluram çox vaxtı və Bəhreyndə də ofisimiz var. Bəhreyndə də şirkətlər təsis edirik. Bu ölkələrin Avropa Birliyi kimi oxşayan bir körfəz birliyi var. GCC-dir ingilis dilində. Gulf Countries Confederation deyəsən adı. Ancaq GCC deyirik biz. Bunların Boğaz ölkələr birliyi də Körfəz ölkələr birliyi. Ora daxildir Qatar, Bəhreyn, Səudiyyə Ərəbiya,
Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkə. Bunların arasında olan iqtisadi siyasi əlaqələr orada yaşayan rezidentlər üçün tam 100% açıq bir biznes və gediş-gəliş. Siz dediniz ki, bir ID kart verirlər və ondan nə təkcə Schengen vizası kimi sən hərəkət edə bilirsən. Hə, hərəkət edə bilirsən. Bir 70 ölkəyə də çox rahat gedə bilirsən o həmin ID kartla. Məsəl üçün Dubay rezidentləri baxmayaraq ki, o Konqodandır və ya Pakistandandır, Hindistandandır fərq etməz. Əgər ID-si varsa, o ID imkan verən hər bir ölkəyə viza ehtiyac yoxdur, o ID kartla gedə bilirlər. Amma bu vətəndaşlıq deyil də, sadəcə başqa bir şeydir. Yəni bir oturum izni deyirlər Türkiyədə. Oturum iznidir, bəli, bunların da bir çox növü var. Oturum izinlərinin də növü var. Biznes oturum izni, sponsorluq izni var. Yəni ki, real estate üzərindən ev alsa və ya şirkət nəsə bir əmlak alsa, onun üzərindən də var. Onların 2 illiyi var, 10 illiyi var və s. 10 illik golddur. Bir müddət yaşayandan sonra, əmlak alandan sonra və ya biznes üzərindən 10 illik almaq olur. Çox rahatdır. Məsələn, mən iş adamı kimi biznes vizadan yararlanıram. Öz övladlarıma da, ailəmə də sponsorluq vizası verirəm. Onlar da mənim üzərimdə çox rahat ala bilirlər. Mən bilirsinə maraqlıdır. Okay, Dubayda yaxşı idi hər şey, iqtisadi cəhətdən gördünüz, əlverişlidir, çoxlu plusları var. İnsan adətən yeni bir yerə gələndə orada qərib olur. Nə qədər bütün cəhətdən də yaxşı olsa, çünki qohumlarımız, əzizlərimiz falan orada deyil. Xüsusilə də yəni biznes məqsədi ilə əlverişli bir yerdirsə. Hansı çətinliklərlə qarşılaşdınız bunun öhdəsindən? Nə cür gəldiniz? Ola bilər də kimsə də indi onu planlayır, ağlında var və yaxud da bizim podkastda baxacaq, düşünəcək ki, gəl mən də yoxlayım. Bir orada qlobala çıxmaq istəyirsə əgər insan, hansı çətinliklər insanlar gözləyə bilər? Düşünürəm heç bir çətinlik yoxdur. Dubayda biznes üçün üstünlüklərdən biri odur ki, orada 3-1 prinsip var. Strategiya, planlama, lisenziya. Strategiya, planlama olmadan lisenziyanı alırsansa, yəni biznesdə olan problemlər yaranır. Yəni ki, orada iqtisadi zonalar fərqli fəaliyyət növləri ilə məşğuldur. Daxildə işləyirsənsə tamamilə fərqli bir lisenziya almalısan. Götürdüyün ofisin də belə fərqi var ki, neçə işçi götürə bilərsən. Qaldı ki, orada biznes açmaq üçün çox rahatdır. Biznes açmaq rahatdır, ailəni də yerləşdirmək rahatdır. Məsəl üçün bizim bir neçə müştərək işlədiyimiz şirkətlərin bir çoxu deyir ki, biz işçilərimizi Avropa ölkələrində ofis açanda işçilərimizə ev tapa bilmirik, arendaya götürməyə. Yəni icarədən tapa bilmirlər yoxsa sadəcə yoxdur. Hə, yoxdur. Yəni elə problem yoxdur. Hər bir cibə, hər bir imkana uyğun yaşayış yeri də var, ofis də var, anbarlar da var. Bu da artmaya doğru gedir. İqtisadi cəhətdən araşdırmalara baxanda görürsüz ki, 20-21-ci illərdə durğunluq olmağına baxmayaraq bu xəstəlik COVID-lə bağlı 22, 23, 24-cü illərin göstəricisi 40-50% artımdır. Dostlar, sağlamlıq və enerjini bir arada tapmaq istəyirsinizsə, Aquasport tam sizin üçündür. Burada hovuz, fitness, sauna və uşaqlar üçün məşğələlər, hər şey bir məkandadır. Özünüzü daha güclü, daha sağlam və daha balanslı hiss etmək istəyirsinizsə, elə indi başlayın. Və ən əsası, podkast kimi adam promokodu ilə gedən hər kəs Aquasportdan 20% endirim qazanacaq. Sağlam həyat üçün siz də bir addım atın. Aquasport ilə. Siz bayaq belə bir şey dediniz ki, mən Azərbaycanda yeriyəndə də bəzən görürsüz ki, insanlar aqressivdirlər. Plus bunun üstünə gələk, mən artıq neçə gündür ki, günortadan sonra şəhərə çıxıram, taksi ilə arası gedirəm. Normalda illər əvvəl yadımdadır ki, o vaxtlarda tıxac nə vaxt olur? Yəni təxminən 5-dən sonra başlayır və 8-ə qədər davam edir. Yəni 6-da bu zirvəyə çatır. Cəmi işdən, məktəbdən çıxır və yaxud da səhər vaxtı bu olur da, hardasa 8-dən onun yarısına qədər, 10-a qədər. Orada bu nəqliyyat məsələsində yerdədir. Çünki nəzərə alsaq ki, bütün dünyada əgər ora insanlar gəlirsə, iş quran adamlar gəlirsə, nəqliyyat məsələləri nətərdir? Orada tıxaclar olurmu? Olursa çoxmu olur, azmı olur? Nə cür nizamlayırlar onlar bunu? Bütün dünyada olduğu kimi yəni tıxaclar var, amma buradakı kimi tıxaclar deyil. Orada fərqli tıxaclardır. Yolların 90%-i işıq forsuzdur. Yolun o bir tərəfində gördüyün bir binanı o demək deyil ki, siz həmən dönüb keçə biləcəksiniz. Yəni yolun hərəkəti elə təşkil olunub ki, siz maneəsiz dövr eləyib oranı çatıb. Yəni 4 kilometr göstərirsə, tutaq ki 2 kilometr göstərirsə, təxmini bir 5-6 kilometr yol qət edib ora çatacaqsınız, ancaq rahat çatacaqsınız. Bəzi nöqtələr var ki, onların da üzərində işləyirlər ki, orada sıxlıqlar yaranır, əhalinin çox yaşadığı sahələrdə. Amma belə bir problem yoxdur. Yəni tıxacda orada ən çox neçə saat və ya da dəqiqə vaxt keçirmisiniz? İşləyənlərin çoxu
demək olar ki, iş saatları elə bizdəki kimidir. Aha. 8-10. Bir şey də var ki, biz orada 5 gün işləyirik, həftənin 5 günü. Əvvəllər 5-ci gün ümumiyyətlə iş günü olmadığı üçün bazar günü iş günü idi. Cümə günü müsəlmanlar müqəddəs gün olduğuna görə. Bəli, amma indi elə bir tendensiya yarandı. 1-2 il bundan qabaq onu götürdülər. Dünya standartlarına uyğun 5-ci günü də iş göstərdilər, ancaq demək olar ki, 5-ci gün heç kim işə çıxmır. Biz elə 4 gün işləyirik. Siz ailə ilə köçdüyünüzə görə və övladlarınız da olduğuna görə burada bir övladların təhsil məsələsi də var da. Əvvəla mənə maraqlıdır ki, övladlarınız hansı yaşdadılar və onların təhsil məsələsini nə cür həll etdiniz orada? Böyük qızımın 9 yaşı var, balaca qızımın 6 yaşı var. Balaca qızım demək olar ki, burada düz Azərbaycanda anadan olub, ancaq elə kiçik yaşlarından Dubayda böyüyüb, demək olar ki, Azərbaycan görməyib. Amma siz gəlib gedəndə gəlirdi o da yəqin. Gəlib gedirlər, bəli. Nə hal-hazırda da elə mənimlədilər, gəlmişik. Biraz məktəblərində break var. Fasilə var. Ona görə də gəlmişik. Baba nənə üçün gəlirik biz bura adətən. Ki çox şükür hələ ki sağlamdılar və onlar da bizim Allah can sağlığı versin. Allah ailəsini saxlasın. İngilis dilli məktəbdə oxuyurlar. Orada bir neçə kurikulumdan olan məktəblər var. Amerika kurikulumu, İngiltərə kurikulumu, Avstraliya, Kanada, Hindistanlıların özləri məktəbləri var. Rusların da var, amma çox istərdim ki, Azərbaycanlıların da bir məktəbi olsun. 25.000 Azərbaycanlı yaşayır. Rəsmi qeydiyyatdan 25.000 keçir. Ancaq düşünürəm ki, çoxdur. Bu qısa müddətli işə gedənlərdə bir 3 aylıq viza da var bizdə. Aha, o da həmin o 25-in ora daxil deyil. Daxil deyil. Rezidentlərdən gedir söhbət. Ümumiyyətlə bizim əmirliklərin 11 milyon əhalisi var. Bütün əmirliklərin əsas hissəsi Dubayda yaşayır. 3-4 milyonu Dubayda yaşayır. Ümumiyyətlə 11 milyonun 1,5 milyon civarında yerlilərdir, ərəblərdir. Qalanlar 85% demək olar ki, hamısı gəlmədi. Biz sizinlə danışanda siz oranın xidmət sektoru haqqında da danışdınız. Mən istəyirəm ki, bizi izləyib dinləyənlərə də bu haqda məlumat verəsiniz. Biz Toğrul'la podkast olanda o deyirdi ki, orada xidmətçi də xoşbəxtdir, nə bilim, taksi şoförü də xoşbəxtdir. Siz nə cür müşahidə edirsiniz bunu? Tamamilə razıyam. Hər kəs özünün yaşam səviyyəsinə görə çox xoşbəxtdir. Mənim də işçilərim var, o cürə-bu-cür xalqlardan. İllərlə mənimlə işləyirlər. Hər birinin övladını da tanıyıram. O qədər biz ailə kimi. Övladını da tanıyıram. Onları ildə bir dəfə öz ölkələrinə gedəndə vacation, məzuniyyətə gedəndə onların uşaqlarına da nəsə alıb göndəririk. Amma Toğrul bəy deyən kimi onlar WhatsApp-la yaşayırlar. Uşaqlarını elə WhatsApp-la böyüdürlər. Yəni nadirən qayıdırlar da öz ölkələrinə. Və yaxud ümumiyyətlə qayıtmırlar. Qayıdırlar ildə. Mənim işçilərim hamısı qayıdır. İldə bir dəfə. Yəni ki, qanun çərçivəsində nə mümkündürsə hamısını riayət edirik. Sadəcə Toğrul deyirdi ki, onlar qayıda bilərlər. Onların 30 gün məzuniyyəti var. Sadəcə o gedib gəlmə pulun xərcləmək istəmirlər, onu ora göndərirlər. O işlədiyi şirkətlərdən asılıdır. Məsələn, bizim şirkət onu qarşılayır. Hə, siz onu da qarşılayırsınız. Biz qarşılayırıq insani keyfiyyətləri. Nə şirkətsiz. Hə, ki onlar bizimlə. Məsələn, elə işçimiz var ki, gələn ilk gündən bizləndir. Heç bir şey dəyişə bilmirik sadəcə. İşçilər dəyişmək də çox tez-tez orada məqbul deyil. Həm də işçilərin yükü də viza məsələləri hamısı şirkətin üzərinə düşür. Bu podkastda da çatdırmaq istədiyim mesajlardan da biri odur ki, konsultasiya verdiyim konsaltinq ilə, yəni şirkətlərin açılması, viza işlərinin aparılması, buğalteriyanın aparılması, reportların verilməsi ilə bağlı bir çox ölkələrdən şirkətlər var. Azərbaycan biznesinin dünya bazarına daha geniş formada çıxması üçün çalışıram. Azərbaycandan iş adamları çox azdır. Ümumiyyətlə Azərbaycanlılar çox istedadlıdırlar. Yəni biz heç vaxt quru yurtda qalan deyilik. Amma Azərbaycanlılardan da müraciət edəndə görürəm ki, çox ünlü bir iş adamlarının tamamilə o bazar və dünyaya çıxmaq üçün bildikləri bir qaranlıq dünya kimidir. Yəni hər bir xırdalığına qədər anlatırıq, göstəririk, hər bir addımına görə göstəririk ki, Edən zədə. Bu məsələlər belə gedəcək, bu işi belə aparmaq lazımdır. Əlbəttə ki, vergi kanikullarından şəxsi gəlir məsələ üçün sıfırdır, irsi vergi sıfırdır və s. Belə deyək də, bizdə işçini sən işə götürürsən, şirkət işçisinə görə də bir DSMF-yə və s. ödənişlər eləyir. Orada onlar yoxdur, yoxsa necə? Yox, ümumiyyətlə işçiyə verdiyin maaşa görə nə dövlət heç nə ödəmirsən, nə də ki işçi nəsə ödəyir. Bəs işçinin sağlamlıq məsələsinə görə nəsə vergilər var? Yox, sağlamlıq məsələsi şirkət həmin işçini sığorta eləyir ildə bir dəfə və salam bununla da bitir.
qurtarır. Bu çox böyük də məbləğ deyil, təxmini bir 200-300, əgər ABŞ dollarını desək 200 dollar bir işçinin sığortası. Bir vloqda deyəsən belə bir məlumatla rastlaşmışdım və orada da deyilirdi ki, tez-tez Dubayda yeni binaların inşasıdır, onlara milyonlarla pulun yatırılmasıdır. Bu həyata keçirilir, amma orada o sistemin çox nizamlı, dəqiq işlədiyini, müəyyən yoxlama prosedurlarının olması haqqında məlumat verilirdi. Bunun paralelində də bəzi adamların danışıqlarını görürəm ki, deyək ki, YouTube-da orada deyirlər ki, deyək ki, ABŞ-da o tikinti bumu ki yaşandı, sonra 2008-ci ildə ki o partlayış oldu, bir böhran səbəb oldu. Bəziləri də iddia edir ki, orada da eyni şey baş verə bilər. Orada artıq neçə müddətdir yaşayırsınız, işləyirsiniz, həm iş adamları ilə həm söhbət olursunuz. Siz nə düşünürsünüz? Yəni orada da o tikinti sektoru bu problemlə rastlaşa bilər, yoxsa onlar bunun nətərsə həllini tapıblar? Yox, mən ona heç də razı deyiləm. Demək olar ki, 2010-cu ildən 2025-ci ildə mən hər gün, hər dəfə gedəndə və ya 2018-ci ildən orada bu işlə məşğul olandan sonra görürəm ki, hər il deyirlər ki, bu il partlayacaq, gələn il partlayacaq. Ancaq bu iş orada elə qurulmayıb. Yəni ki, o dediyiniz piramida deyimmi, köpükmü deyimmi? Tikinti sahəsi elə deyil. Tikinti sahəsi o vaxt partlaya bilər ki, bunun davamlılığı yoxdur. Bu davamlılıq davam eləyir. Bunlar tikdikləri bütün binaların, verdikləri bütün qərarların düşünülmüş şəkildə olunur və investorların qoyduğu məbləğlə tikilir. Yəni o deməkdir ki, bunlar dövlətin puluna arxalanıb və ya başqa bir fondların puluna arxalanıb tikirlər. Yox. Bazarda olan bütün sahələr dövlət tərəfindən nizamlanır. Aldığınız əmlakın da bu illəri hansı faizlə artacağını icarəyə verəcəksiniz, oradan xeyir götürəcəksiniz. Bunlar hamısı tənzimlənir və heç bir problem də görsənmir. Əksinə 20-30-20-40 planları var. Dubayın 20-30, Əmirliyin 20-40. Ümumiyyətlə əhalinin sayı 86% artım gözlənilir. Mütləq surətdə də bu lazımdır ki, kimsə burada ev tiksin, bu insanlar yaşasın. Yəni tələbat da var. Tələbat da var. Tələbat da var, ofisə də var, evə də var, otelə də var, saysız. Bir ara otellərin sayı çoxalmışdı və otellərin lisenziyasının verilməsini azaltmışdılar. Sonra gördülər ki, yox, oteldə ehtiyac var, binalara da ehtiyac var. Mən məsələn yaşadığım bölgədə 3-4 böyük bina var idisə, indi o ətrafda barmaq qoyulası bir yer yoxdur ki, orada bina olmasın. Və bu neçə ildə baş verdi? 4 ildə. 4 ildə. Biz orada yaşayırıq da, biz onu hiss eləmirik ola bilsin. Moskvadan bir dostum bizə qonaq gəlmişdi. Sonra 4-5 il sonra yenə gəldi. Dedi ki, necə olur burada bu qədər bina, necə 4-5 il ərzində bu qədər əmələ gəldi? Yəni ki, mollar əmələ gəlib ətrafda. Sürətli tikirlər. Çox sürətli də tikirlər. Biz o işlə də məşğuluq. Yəni ki, investisiya paketlərinin içində əmlak investisiyası da var. Müştəri gəlir mənə, biznes açdın, tamam, mən harda yaşayacağam, onu da mənə təşkil elə. Mənə maşın almağa kömək elə, mənim uşaqlarımı məktəbə yerləşdirməyə kömək elə. Məsləhətlər formasında o tipdə komandamız da var. Həm də ki, burada yaşayış forması bir çox Azərbaycandan da fərqli olaraq burada community şəklində yaşayır hamı. Yəni ki, rayonlar var ki, orada Avropalılar yaşayır, rayonlar var ki, orada Hindistandan, Pakistandan yaşayırlar. Hər bir rayonun özünün. Mərkəz olaraq iki cür mərkəz var. Bir downtown dediyi mərkəz, Burj Khalifa olan bir ərazi, ora downtown deyilir. Ora çox bahalıdır və iş adamları daha çox orada ofislərini tuturlar falan. Amma yaşayış üçün biraz mikrorayon deyim, bir 15-20 dəqiqə. Ümumiyyətlə Dubayda şəkillərdə, videolarda görsəndiyi kimi yaşayandan sonra görsən ki, o da böyük deyil, elə böyüməkdə də davam eləyir. Üzü səhraya doğru böyüməkdə davam eləyir ki, genişlənir. Hə, genişlənir. Dubayda məni həmişə cəlb edən məsələlərdən biri Burj Al Khalifadır, yəni nədir o? Otel Parusa bənzər bir dənizin. Burj Al Arab. Burj Al Arabdadır. Bir odur, bir də o süni adadır ki, palma formasında. Amma ondan sonra deyəsən bir ikisini də layihələrin ən azından görmüşdüm. Bilmirəm tikiblər ya tikməkdədilər. Ümumiyyətlə siz o yerlərdə olmusunuzmu? Olmusunuzsa oranın özəlliyi nədir? Məsələn, o yerlərdə əmlakın qiyməti nə qədərdir? Mənə o maraqlıdır. Düşünürəm bizi izləyib dinləyənlər də maraqlı olar. İnvestisiya baxımından maraqlı nöqtələrdir oralar. Amma məsələ üçün siz dediyiniz birinci Burj Al Arab otel olaraq o ərazi çox o qədər suyun içində deyil, Burj Al Arab o oteldir. Ətrafında olan rayonda ərəblərin yaşadığı rayonlardır. Amma Palma dediyiniz iki cürə palma var. Palm Jumeirah, o çoxdan tikilib 20-ci ildə layihəsi təhvil verilib və yavaş-yavaş ortasında binalar tikilir. Ancaq budaqlarında villalardır və ətrafında olan abadok deyirlər, yəni ki,
o ay para formasındakı həmin adaları qorusun, sudan qorusun. Onun ətrafında otellər də falan, ən böyük otellərdən biri Atlantisdir. Maraqlıdır, amma onlar köhnə layihələrdir, keçmiş layihələrdir. Orada ancaq ikinci əldən ala bilərsiniz və qiymətləri çox bahadır. Nə qədərdir? Baha deyəndə məsəl üçün mənim ağlımda hansı qiymət canlanmalıdır? Orada 4-5 yataqlı villanın təxmini qiyməti 22-24 milyon arasındadır dirhəmdən. Bu da təxmini 4-ə bölsək 5-6 milyon. 5-6 milyon dollar. Yaxşı fərz eləyək ki, Allah tezindən qismət eləsin. Məndə bir 10 milyon var. Mən də istəyirəm ki, daşınmaz əmlak olaraq orada alım o villanı. Və fərz eləyək ki, mən onu aldım. Tutaq ki, rentabellidir. Onu kiraya vermək olurmu, yoxsa ona Ümumiyyətlə bunlar belə bir qayda qoyublar ki, hər zonanın özünün qiymətləndirmə forması var. Bu günlər sizin zonanın tutaq ki 22 milyondur satışın qiymət qoyublar. Siz onu heç vaxt 30 milyon sata bilmərsiniz. Və əksinə 22 milyondur. Deyiblər ki, bunlar icarəyə verilməlidir bu qiymətə. Özləri tənzimləyirlər. Bəli. Nəyə görə tənzimləyirlər ki, fərq etməz. Siz 100 min dollar investisiyadan gəlmisiniz, 100 milyon dollar investisiyadan gəlmisiniz. Ortalama 8-10% ROI deyirlər. Əmlaka qoyduğunuz vəsaiti geri dönüşün ildə 8-10%-ni alacaqsınız. Hər bir halda fərq etməz. Hansı investisiya etmisinizsə, bu kapital geri dönəcək. Ortalama hesablamaya görə 7-10 il ərzində qiyməti çox bahadırsa, 10 il ərzində qiyməti normaldırsa və ya aşağıdırsa, 7 il ərzində siz qoyduğunuz kapitalı həmin əmlaka geri dönüş ala bilirsiniz. Hesablasaq, mən özümün əmlakını, Azərbaycanda bir əmlaklarımın birinin hesablamasını aparmışam ki, mən o evi icarəyə versəm 57 illə geri dönüş alacağam. Yəni oradakı o yatırımın banka pul qoymaqla plus-minus bərabərdir də onda yox? Yəni sırf o tip ikinci əl adada əgər mən bir villa almaq istəsəm, ondan sonra da banka pul yatıram da yox? Oranın başqa məsələsi də var. Məsələ üçün əmlakı aldınız. Deyək ki, 21-ci ildə alınan əmlakın qiyməti tutaq ki 800 min dollardırsa, təxmini ilə ortalama 7, 8, 10, 12 bölgədən asılı olaraq qiyməti qalxır və bu tənzimlənir. O formada qiymətin qalxmasına dövlət mane olmur da? Yox, əksinə, yəni ki, qiymətlər qalxır. Bu heç bir inflyasiya ilə də bağlı deyil. Sadəcə proyektin dəyəri artır. Biz bu işlə 19-cu ildə məşğul idik. İndi onun üçün ayrıca komanda var. Yəni konsaltinq aid deyil, ayrıca komandamız var. Sırf daşınmaz əmlak məsələlərinə görə kömək eləyirik. Bu da ki, istəmərəkdən məşğul olmağa başlamışıq. Çünki müraciət edən iş adamları deyirlər ki, bizim investisiya tamam bizi ev yerləşdirmək, məktəb falan, bu həyat tərzi üçün və maraqlı olduğuna görə orada da aldığınız evlərin heç birinin faizi yoxdur ödənişində. Siz onu uzun müddətli alırsınız. 3 illik var, plan var, 7 illik plan var və üzərində heç bir faiz yoxdur ki, kredit kimi siz o faiz ödəyəsiniz. Tutaq ki, kimsə ev aldı və ailəsi ilə köçdü. Orada hər hansısa bir dövlət tərəfindən nizamlanırmı ki, yarım saatlıq, 20 dəqiqəlik məsafədə, 10 dəqiqəlik məsafədə məktəb olmalıdır və sən məhz orada övladı oxutdurmalısan, yoxsa belə bir məhdudiyyətlər yoxdur? Yox, məhdudiyyət yoxdur. Burada seçim belə olmalıdır. Siz aldığınız evi və yaşadığınız ya icarəyə götürdüyünüz evi ya iş yerinizlə tənzimləyirsiniz, ya uşağın məktəbinə tənzimləyirsiniz. Hansı sizə daha uyğundur, onu tənzimləyirsiniz. Elə olur ki, elə adamlar var ki, Dubayın biraz qırağında ev alıb və ya əksinə mərkəzində ev alıb və yaşadığı yerə uyğun deyil, oranı icarə verir, gəlir belə çox rahat formada. Bu bir tərəfdə icarəyə götürür, yaşayır. İllərlə elə davam edən adamlar var ki, onun icarəsini bunu bağlayır. Demək olar ki, mərkəzdə verdiyi icarə ilə daha artığı da qalır. Mənə daşınmaz əmlak sektorunda həmişə maraqlı gəlib deyə biraz da onunla bağlı sual vermək istəyirəm. Bəzən insanlar gedirlər ki, tutaq ki, ABŞ-da, Kaliforniyada da deyəsən Beverly Hills'dadır yanılmıramsa, tanınmış şəxslərin orada villaları var. Deyirsən qonşuluqda hansısa bütün dünyanın tanıdığı aktyorlar, rejissorlar və s. yaşayır. Orada bu tip sırf community-də olmaq üçün həmən o adalarda olsun və ya hansısa başqa bir rayonlar varmı ki, insanlar gəlib məhz həmən yerdə kiraya qalırlar və ya da ev alırlar ki, orada bir ətraf genişlənsin, hansısa bir milyonsun da bayıra çıxanda çöldə görsün, salam necəsən, o formada bir girişsin də adama. Bəli, var. Mənim qarşılaşdığım belə bir şey var ki, biz də ulduzları görürük. İş yerimizə yaxın ulduzlar yaşayan bir bölgə var. Ulduz dedikləriniz istəyirəm kimlərdir? Amerika ulduzlarından daha çox yaşayırlar, aktyorlardan yaşayırlar. İş adamlarından da çoxdur. Bir çox iş adamı köçüb, siz bildiyiniz tanıdığımızlardan Durov da oradadır.
Yəni demək olar ki, mən Hə, onu 1-2-3 dəfə görmüşəm. Orada bir rayon var, rusların dolaşdığı, biz də rus dilini bildiyimizə görə o rayonlarda da çox istirahət edirik. Bir də qeyd edeyim dostlar üçün. Durov burada Telegram Messengerinin yaradıcısından söhbət gedir. Adını unutdum bu dəqiqə. Pavel Durov. Keçən il ya bu il də onu desəm Fransada saxlamışlar, cinayət işi açmışlar, sonra adam canını qurtarıb. Hüquqi müstəvidə, çünki onun son müsahibəsinə qulaq asdım. Kimdən idi ilahi? Unutdum, bir podkastır var ABŞ-da yaşayan. O oğlan da deyəsən Ukrayna ya Rus əsillidir. Unutdum indi adını. Ən son müsahibəsi onunla idi Pavelin. Orada danışırdı və artıq gedə bilir Dubaya da dediyinə görə icazə veriblər artıq çıxmağa. Yəni o da bir ayrı hekayədir. Başqa bir podkastda danışarıq onunla bağlı inşallah. Amma qayıdaq daşınmaz əmlak məsələsinə. Siz dediniz ki, orada ulduzlar olur. Sizə məsəl üçün müraciət edənlər arasında hansısa bir iş adamları falan olubmu ki, mən falan belə bir yerə yerləşdir ki, orada mən əlaqələr qura bilim ki, investisiyalar cəlb edə bilim də öz işim üçün. Bəli. Biraz yanaşma fərqlidir. Siz dediyiniz yanaşma yaşam yerindən yox, bildiyiniz kimi bura hubdur. Qarşınıza çıxan işləyən şirkətlərin 90% dünya səviyyəsində olan kompaniyalardır. Siz böyük kompaniyaların CEO-su ilə oturub hər gün kofe də içə bilərsiniz. Bəlkə heç başa düşməzsiniz ki, siz bu hansı şirkətin, biraz danışılandan sonra başa düşə bilərsiniz ki, bu şirkətin hansısa bir ünlü bir təmsilçisidir. Onunla da qarşılaşmışıq və onlar bizi də məsləhət görüblər. Biz də həm də ki, şirkətlər açılandan sonra siz məcbur olaraq həmin o community-nin təşkil etdiyi tədbirlərdə iştirak etməyə məcburiyyətindəsiz, gedirsiniz. Dəvət eləyirlər. Bunlar da hamısı ödənişsizdir. Çox rahatdır. DMC Free Zone-da işləyirik biz. Bu Marina'ya yaxındır. Dubai Marina'ya yaxındır. Yolun bu bir tərəfindədir. Onların təşkil etdiyi və əlaqədə olduğumuz iqtisadi zonaların iş adamlarının təşkil etdiyi bütün tədbirlərdə iştirak edirik. Öz müştərilərimizə də məsləhət görürük, dəvət edirik, onları da özümüzlə aparırıq və onlar da dəvət edirlər. Hərdən olur ki, Azərbaycanlıların da təşkil etdiyi bir neçə tədbirdə də iştirak eləmişik. O nöqteyi nəzərdən çox rahatdır. Ümumiyyətlə biznesinizi dünyaya çıxartmaq istəyirsinizsə, ilk ən yaxın, ən rahat, ən problemsiz və qiymət cəhətdən də çox rahat bir pəncərədir. Hüquqi məsələlərdə mənə maraqlıdır. Orada nə cür nizamlanır? Baxmayaraq ki, mən tez-tez Instagramda bir ara ümumiyyətlə çox idi. Orada dünyanın ən bahalı sport karları ilə polis maşınları və s. göstərilirdi. Amma siz dediniz ki, orada polisə nadir hallarda rast gələrsən. Demək olar ki, görmürsüz. Bu kontekstdə istəyirəm biraz danışaq və ümumiyyətlə hüquqi məsələlər orada nə cür nizamlanır? Hüquqi məsələlərin ən üstün cəhəti odur ki, hüquq hamı üçündür. Hamı bir nəfər kimi fərq etməz, o yerlidir, gəlmədir, vəzifəlidir, vəzifəsizdir, fərq etməz. Hamı eyni formada dövlət tərəfində, qanun tərəfində cavabdehliyi daşıyır. Dediyiniz o polis maşınları bəli var, çox bahalı. Onlarda bir elitli komanda var. Onlar tez-tez görsənirlər onların avtomobillərini. Ancaq demək olar ki, polis qarşınıza çıxmır. Heç ona ehtiyac da yoxdur. Bilmirəm, onlar onu necə qurublarsa, o psixoloji tərəfdən hər bir insan ora düşəndən sonra başa düşür ki, burada belə deyil. Burada fərqlidir, hər şey fərqlidir. İlk öncə xəbərdarlıq, ondan sonra ikinci xəbərdarlıq, üçüncü dəfə, yəni ki, ən böyük qorxulardan biridir ki, ömürlük deportasiya. Bu da məsələn eşitdiyimə görə Rusiyada 7 il falan, 5 illik falan rejisiz pasportlar dəyişirlər, geri dönürlər və başqa ölkələrdə orada mümkün deyil. Göz skanerindən yoxlayırlar, istəyirsən pasportu dəyişmirsən, nə istəyirsən dəyiş, fərq etməz. Gözü skan eləyirlərsə, skan eləyirlərsə geri dönüş yoxdur. Ona görə hər kəs düşünür ki, bura bir şansdır. Minlərlə insanlar orada öz gələcəklərini qurublar. Məsələ üçün bizim bir komanda var idi, orada təmizlikçilər var idi. Biraz araşdırandan sonra Filippindən idi təmizlikçilər. Orada da işçilərin xalqlara bölünməsi var. Zaten belə bir tendensiya var. Məsəl üçün Filippinlər açıq hava altında işləmirlər. Onlar ancaq içəridə işləyirlər. O sektoru götürüblər. O sektor onlardadır. Bank sistemində Hindistandan olan vətəndaşlar çoxdur. Tikinti sektorunda Bangladeşdən, Pakistandan çoxdur. Nəcəb Çindən yoxdur? Çindən də var, azdır. Azdır. Çinliləri ümumiyyətlə 2019-da belə bir 2019-2020-ci illərdə belə bir böyük vəsaitlərin banklara yatırılması, əmlakın alınması falan tendensiyası göründən sonra onları biraz saxladılar. Bildiyiniz kimi Afrikada çox böyük ekspansiya ediblər Çinlilər. Bunlar onun qarşısını aldılar ki, hər kəs eyni formada iştirak edə bilsin bazarda. Çinlilər belə də gedirlər. Deyirlər qardaş, ver mən tikirəm sənin üçün. Tikdi, sürətli formada da yol, port nə istəyirsən tikirlər.
Sonra da pul olmadı, dedilər ki, yaxşı. Biz götürdük 100 illik bunu. Filippinlidən danışırdım. Filippini araşdırandan sonra aydın oldu ki, həmin o Filippinli bizim işçilərdən o öz ölkəsində həmin işlədiyi pulun, o təmizlikçi işinin özünə bir böyük bir ev tikib. Hansı ki, o pulla mən düşünürəm ki, o qazandığı pulu öz ölkəsində heç vaxt qazanıb başa çatdıra bilmir. Ona ki, təhsili yoxdur. Yəni gördüyü iş ona imkan vermir. Amma community formasında yaşayırlar xalqlar, Azərbaycan xalq nümayəndələri. Bizdə də var ki, Avropalılar yaşayan tərəfdə yaşayırıq. Bayaq hüquq məsələsindən danışdıq. Biz Çin barədə də danışanda bunu İqrar bizim qonağımız idi. İqrar demişdi ki, burada mən telefonumu yaddan çıxarıram, kaşlokumu yaddan çıxarıram. Heç kəs dəymir də, yəni ona uzaq başa təhvil verərlər. Dubayda bu məsələ nə yerdədir? Dubayda bu məsələ mən elə gəlir ki, dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Yəni ki, məndə belə bir şey var ki, unutqanlıq var. Hər dəfə də telefonumu ya kaşlokumu ya sumkamı hardasa unuduram. Orada problem yoxdur. Uzaq başı siz onu ya counterda tapacaqsınız ya da ki, security man götürüb saxlayıb, sadəcə bir neçə dəfə olub məndə də. Orada belə bir mühüm var, ya Dubai ilə bağlı yerdə kaşlok görürsənsə, əyilib qalxanda dəmir barmaqlar arasında qalxırsan, o yox ki, hər tərəf kameradır. Heç kim öz gələcəyindən risk eləmək istəmir. Qanunlar çox sərtdir. Tutaq ki, bir adam oğurluq elədi, onu ən sərt nə gözləyə bilər? Deməli, cərimə öz yerində mütləq şəkildə hansısa bir müddət cəza çəkmə müəssisəsində yatacaq və mütləq şəkildə onu göndərəcək ölkəsinə, bir də geri dönə bilməyəcək. Dubai türməsini görəcəkdi. Mütləq, hökmən görəcək. Və cərimə deyəndə orada hansı məbləğlərdən söhbət gedir? Cərimələr inanılmazdır. 10.000 dirhəmdən başlayıb təxmini 3.000 dollardır. 10.000 dirhəmdən başlayıb 300.000 dirhəmə qədər, təxmini 80.000, 90.000 dollara qədər. Ağırlığından asılı olaraq. Ağırlığından asılı olaraq. Biznesdə də elədir. Biz məsələ üçün mühasibat üzrə reportu Azərbaycanda hesabatı verəndə 40 manat, mən bilən indi bu dəqiqə 40 manat. Əvvəl 40 manat idi, indi bilmirəm. Orada məsələ üçün bu 3000 dollardır. Ona görə də gecikdirəndə, nəsə yaddan çıxardanda, vaxtında verməyəndə ancaq birbaşa eləmirlər. Vergin qulağından iraq. Cəza vermək fikri yoxdur heç kimin sənə. Yəni xəbərdarlıq eləyirlər. 3 dəfə xəbərdarlıq var. Orada da var o vergi məsələsində. Vergi məsələsində, yəni birbaşa yoxdur. Həqiqətən də səni kimsə fikirləşmir ki, səni mütləq burada cərimə et. Polis adamı bir nə iki ilə cərimə eləmir. Başa salır birinci, ikinci dəfə. Orada polis rolunu adətən security menlər eləyirlər. Təhlükəsizlik şəxsləri bir də. Təhlükəsizliklə məşğul olan arada dediyimiz axran. Yəni polis formasında olmurlar da onlar. Yox, hər bir binanın, hər bir ofisin, hər bir məkanın özünün mühafizəçisi olur. Mühafizəçilər xəbərdarlığı onlar eləyirlər. Yəni ümumi qayda-qanunu onlar tənzimləyirlər. Onlar yəni dövlətə bağlıdırlar birbaşa. Yəni bir növ onların daxili işlər. Onlar bir neçə dənə dövlətə bağlı olan bir neçə, məsələn, ən böyüklərdən biri Transguarddır. Ora tabedirlər. Mübahisə çox başqa bir müstəviyə çıxanda çox rahat şəkildə polis çağırır, polis məsələni həll edir. Polisdən heç kim qorxmur. Çox rahatdır. Hər bir məsələyə görə sən polis çağıra bilərsən. Polis sənə kömək eləyəcək. Siz təkərin partlasın, polisi çağırıb müraciət edə bilərsən. Ya polis özü gələcək. Özü gəlməsə də komanda gətirəcək. Dəfələrlə görmüşəm. Komanda gətirəcək. Özü də xüsusi avtomobil göndərəcək ki, sən yolun qırağında sənin üstünə maşın səni vurmasın filan. Maşınların üstündə işıqlar olur. Dəfələrlə bunun yolda müşahidə olunur. Yəni həmən reaksiya verir. Polis və ya mühafizə orqanları səni cəzalandırmağa çalışmır. Sənə kömək etməyə çalışır. Ancaq məsələ başqa tərəfə çıxanda, yəni cəzalandıra da bilirlər. Sərt üzü də sərt üzləri daha pis sərtdir. O yol məsələsi ki dediniz, bizdə gedəndə bəzən görsən ki, maşın burun-buruna gəlib ya nətəsə dayanıb sözlər pəncərədən. Bu onu söyür, o bunu söyür, ya bu ona nəsə deyir. Orada bu tip məsələlərlə rastlaşmısınız? Orada bəli rastlaşmışam. Orada daha sərtdir. Yəni sən pəncərəni açıb kimisə söyə bilmərsən. Biz şahid olduğumuz məsələ sonra da Dubai qəzetlərində, Dubai Times adında bir qəzetlərində, Xalici Times deyilir. Orada gördük həm məsələlər. Şimdi mən avtomobilin nömrəsini yanında saxlamışdım. Sürücü, yəni siz realda görmüşsünüz? Hə, realda görmüşdüm. Bəli, sürücü motosiklet sürənin Deliveroo əməkdaşı idi. Onu təhqir elədi. O da çıxartıb polisə zəng elədi. Nəsə məsələ qarışdı. Mən gördüm ki, polis gəlir. Biraz qarışıqlıq yaranmışdı. Mən sürdüm, çıxdım, getdim. Ancaq sonra gördüm ki, polis qərar verib həmin o sürücünü, söyən sürücünü, o deyəsən Misirdən idi. Biz millətləri tanımağa başlayırıq orada hər kəsi.
Deliveroo ilə də məşğul olan işçilərin 99% ya Bangladeşdən, ya Pakistandandılar. Onlar o işə baxırlar deyə. Onu 25.000 cərimə elədilər. Həmin sürücünü. Təxminən nə qədər edir? Təxmini $6.000. Ya sürücüdən 6.000 aldılar, o çatdırılma işi ilə məşğul olan mototsikl idarə edən şəxsə verdilər, yoxsa dövlət özünə götürdü? Yox, onun xeyrinə həll elədilər məsələn. O pulu verdilər ona. Ki, ki sən bunu belə deyil. Bundan sonra da bəs o adam tutaq ki, pul olmasa o vermək, ondan nə həbs edir? Onun da tənzimləyirlər, məcburi işləri də var. Həbs eləyirlər və məcburi işə cəlb eləyirlər. Mən biləni axırıncı dəfə belə bir qiymətləndirmə var idi. 100-110 dirhəm. Təxmini $30-40. O işləyir orada və onu dövlət ödəyir həmin adamın pulunu və dövlət o pulu səndən elə formada. O borcu qutarandan sonra səni buraxırlar. Hə, sənin elə bir növ pulsuz işlədir, orada qazandığın pulu ona verir. Pulsuz işlətmir, yemək pulunu verirlər. Hə, başa düşdüm. Amma bu da bir növ cəzadır. Çox nadir hallarda olur, ancaq olur. Zaten orada içəridə yatmaq istəyən yoxdur. Ərəblərlə söhbət eləmişəm. Ekspertlərdən demək olar ki, içəridə çox az adam var. 60-70% hamısı ərəblər özləridir. Talih Üzbəyevin bir videosu var. Mən bir dəfə nümunə çəkmişəm. Bir qız gedir, oğlan da gəlir deyir ki, xanım ay xanım və başlayırız nömrəsini deməyə. Orada bu tip şeylərlə rastlaşırsınız? Orada bu tip şeylər yoxdur. Mən deyərdim ki, dünyada qadına olan hörməti Ərəb Əmirlikləri kimi görünməz. Yolda bir mübahisə olsa, qadına kimsə sataşsa ya yolda nəsə söz desə, həmin adam mütləq surətdə şahid tutulur, yanında şahid varsa və ya həmən polis çağırılır və həmin adam təxmini bir $3.000 cəriməsi var. Mütləq şəkildə də 1 il cəza çəkmə müəssisəsində yatacaq. Qadına söz atıbsa, nəsə bir acı bir söz atıbsa, onun xoşuna gəlməyibsə, onun axırı yaxşı olmayacaq. Qadın onu sübut edə bilməlidir, ya kamera görüntüsü, ya nə bilim səs yazısı, ya şahid. Həm şahid olmalıdır, həm də ki, insanların içindədirsə, həmən kimsə, qadınlara çox böyük hörmət var. Məsələn, biz bunu gedib gələndə də görürük. Hər bir dövlət şirkətində qadınlar üçün ayrıca bir bölmə var. Keçmək üçün, yoxlamaq üçün ayrıca bir bölmə var. Sırada da qadınların başqa bir sıraları var. Hə, kişilərlə bir yerdə deyil ayrı. Kişilərlə bir yerdə də dayana bilər, ancaq gedib sırasız qadınların sırasındadır. Sırada qadın dayanıbsa birinci qadını çəkirlər irəliyə. Məsələn, biz gedəndə indi yoldaşım uşaqlarla tez-tez gəlir, gedir. Mən tez-tez gəlib gedə bilmirəm. O həmişə vurğulayır ki, uşaqlarla görəndə birinci aeroportdamı və başqa bir dayandığımız yerlərdə uşaqları birinci buraxırlar. Uşaqlarla qadınları birinci keçir. Hər bir sahədə biz dövlət müəssisələrində işləyirik, çoxlu işimizlə bağlı onu görürük. Hər bir sahədə ilk öncə qadınla məsələləri həll edirlər ki, o kişilər gözləyə bilər, problem yoxdur. Özü fərq etməz hansı xalqın nümayəndəsidir qadın. O Filippində ola bilər, Rus da ola bilər, bizim xalqın nümayəndəsi ərəb də ola bilər. Orada elə bir şey yoxdur ki, ərəb çıxsın qarşı. Elə söhbətlər var. Dubai mifləri ümumiyyətlə çox geniş yayılıb. Sosial eksperiment də var idi. İnternetdə də görmüsünüz yəqin ki, 10 nəfər dayanır, eyni sözü bir-birlərinə deyilir. Axırda tamamilə başqa bir fikir səslənir. 10-cu adam. Ona görə də Dubayda məsəl üçün ən axırıncı belə bir video çıxmışdı ki, ayın Dubayda kimsə yığışıb böyük bir tədbir keçiriblər, qadınlarla falan belə bir qalmaqallı bir məsələ var idi. Dubayda mən görməmişəm onu. Bu Avropalılar orada çox iştirak eləyib, onların internet məkanında çox yayılmışdı. Sonra araşdırdılar ki, bu heç Dubayda da olmayıb, bu hansısa adada olub. Dubaydan kənar olub. Dubayda heç aidiyyəti yoxdur. Sadəcə orada iştirak edənlərin bir neçəsi Dubayda yaşayanlar olublar. Rusiyada bir ara bu Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İvleyev keçirmişdi, ya kim keçsə bir partiya keçirmişdi. Belə çılpaq, yarı çılpaq parti belə bir şey olmuşdu da. Orada o tip şeylər eləyirlər, yoxsa qanun cəza vermir? Hamısı nə bilim, bu Dubay mifləri dəhşətdir də. Yəni ki, yaşayandan sonra görürsən ki, onlar çox nizamlı formada yaşayırlar, heç bir problem yoxdur. Tapmaq istədiyin, pisliklər tapmaq istədiyi adam, yəni ki, gedib Madaqaskarda da o pislikləri tapar mənim fikrimcə. O nöqteyi nəzərdən yerləşdiyimiz rayonlarda və ya yaşadığımız ərazilərdə də demirəm, bütün Dubay ərazisində təhlükəsizdir. Biz rahat uşağımızı da buraxa bilərik. Yəni onun üçün qorxmuruq. Məktəbdə də təhlükəsizlik çox dəhşətli surətdə, yəni qorunur. Dərs vaxtı valideyn belə girib uşağının yanına gedə bilmir. Müraciət eləməlisən əvvəlcədən ki, məsələn mən falan saatda gələcəm, təşkil edirlər, uşağı gətirirlər sinifdən, görə bilirsən.
Fərz edək, var iş adamları, sizin kimi ailə ilə köçənlər, bir də var turistlər gəlir əylənməyə, tutaq ki, bir həftəlik, ya neçə günlük. Belə bir bölgü var, tutaq ki, bir neçə bu rayonlarda sırf turistlər gəlirlər. Bunlar əlbəttə ki, var. İndi mənə ehtimallar deyirəm. Deyirəm, kimsə gəlir orada eş-işrət məclisi qurur özünə belə formada. Bu tərəf daha çox ailələrin yaşadığı rayonlardır. Belə bölgülər də orada da var. Turistlər üçün rayonlar çoxdur, həqiqətən də. Ancaq siz dediyiniz o eş-işrət məclisləri var. Valla biz 10 ildən çoxdur oradayıq, elə bir şey rastlaşmamışıq. İnanın ki, Dubai qarış gəzirəm mən gün ərzində bəlkə ən azı bir 100-150 kilometr avtomobillə özüm və ya sürücü ilə hərəkət edirəm. Hərəkətlər də elə çox olduğuna görə səbəbi odur ki, işıqforsuz hərəkətlərdir. Ona görə də hiss eləmirsən ki, gün ərzində, günün axırında görürsən ki, 150 avtomobillə 150 kilometr yol qət eləmisən. Maraqlıdır. Əgər belə bir şey olsa, fərz eləyək ki, hansı bir video yayılsa və konkret görünsə ki, oranın hansı bir rayondadır, ona görə də sərt bir cəzalar var, yoxsa qanunla bu qadağadır, yoxsa necə? Bu necə soruşuram? Çünki biz uzun illərdir həmişə Dubaya eş-işrətə gedən insanlar var. Orada bu şeylər üçün daha çox gedirlər. 10 il əvvəl də belə deyim, ən azından. O var idi. Çünki bu tip videolar yayılırdı. Nə bilim, Dubay bacıları falan tipli başlıqlarla videolar olurdu. İndi mən məsəl üçün son 5-6 ildə Dubay ilə bağlı baxdığım vloqlarda belə şeylər görməmişəm. Daha çox bunlar görmüşəm ki, siz dediyiniz kimi xablar var, bizneslər qurulur. Ruslardan tutmuş, özbəklər, qazaxlar, Avropalıları bilmirəm. Çünki mən daha çox postsovet ölkələrində olan insanlarla bağlı vloqlara baxıram. Görürəm ki, sırf onunla bağlı gedirlər. Amma əvvəldə yadımdadır ki, o məsələnin o tərəfi də var idi də. Bu suallar əslində oradan yaranır. Düz deyirsiniz, əvvəllər məsələlər çox qabarılırdı. Yəni ki, hər bir məsələni qabartmaq olar. Siz dediyiniz o gecə həyatları Avropa ölkələrində 100 qat çoxdur Dubaydan. Onun sadəcə qabardan yoxdur. Məncə orada sadəcə norma kimi qəbul edilib deyə qabarmış. Avropada ola bilsin. Ola bilsin. Yəni Dubayda elə bir söhbət ola bilsin ki, var. Hansısa bir bölgələrdə nəsə belə bir şey var. Yəni ki, bu dövlət tərəfindən təşkil olunmuş bir formada işləmir, amma ki o tərəfi yox. Məsələn üçün internetdə bir məsələ yaranır. Bu hardadır? Biz də gedək bir gün. Biz neçə illərdir bu Dubay bizə də xəbər edin. Hər yerin qədər yəni yalan ola bilərmi? Yəni mümkün deyil də ki. Yəni Dubayda elə bir məkan yoxdur ki, biz olmayaq, görməyək, görüşməyək. Yəni ki, nağıllar çoxdur. Həqiqətən də çoxdur. Hərdən düşünürsən ki, yəni ki, bunlar yəni ki, hype üçün olunur onlar hamısı ki, hardasa bir bəlkə də. Bir də ki, internetdə məsəl üçün yolda böyük bir qəza olub, sən maşının sürətini azaltdın, başladın onu videona çəkməyə, sən kameraya düşürsən, sənin başına elə bir oyun gətirirlər ki, ay-xay. Olmaz. Sən onu belə olmaz. Sən onu bölüşdünsə, ümumiyyətlə çox dəhşətli bir şeylər baş verə bilər. Ona görə də o tərəf çox qorunur. Həmən onu tapırlar, silirlər ki, belə şeylər eləmək olmaz. Heç kimin icazəsiz onun videosunu çəkəməz. Ulduzlar nəyə görə yaşayır Dubayda? Heç kim sənə yaxınlaşıb, məsələn, deyəsən mən biləni axırıncı dəfə Lindsay Lohan'la ona müsahibə aldılar, Dubaya yerləşib, deyir ki, mənə heç kim video çəkmir. Paparazzilar mı? Onun görə ki, qeyri-qanunidir. Yəni onun adicə o mühafizəçi tutub onun qollarını burub o kameranı əlindən alıb polis çağırıb aparacaqlar onu. Vəziyyəti gərginləşəcək çox pis. Şəxsi həyat məsələsi. Privacy, Son 2 ildə də bəlkə tez-tez görürəm. Dubayın desən özünün bir muzey açıblar da, Louvre muzeyinin Dubay versiyası olaraq. Desən o 100 milyona qədərsə də franşiza pulu ödəyiblər. Ya nəsə belə bir şeylər oxumuşdum, yadıma gəlir. Dubayda Museum of Future var. Dubayın gələcəyi haqqında. Bu da yeni muzeydir. Aypara şəklində olan binadır. Çox maraqlıdır. Yeni açılıb təxminən bir 2-3 ildir. Louvre-la bağlı Abu Dhabidə açıblar. Abu Dhabi'dədir. Abu Dhabi'dədir. Bir neçə dəfə biz də getmişik, ailə ilə getmişik. Çox gözəldir. Elə bir ki, Louvre-ın ekspozisiyalarından da orada gətirirlər. Ümumiyyətlə bölgələr hər bir əmirlik çalışır ki, bunların arasında rəqabət var. Hamı çalışır ki, daha ən yaxşısı məndə olsun. Məsəl üçün Dubay biznesinə daha çox inkişaf eləyir. Şarja daha çox incəsənətlə bağlı olan biennalələr falan keçirirlər, sərgilər keçirirlər. Abu Dhabi'də də inkişaf var. Əvvəl Abu Dhabi'də daha çox neft sektorundan inkişaf görsənirsə, indi neft sektorundan olan transferlər demək olar ki, çox az dövlətə gələn investorların hesabına formalaşır. Bir də ki, biznesmenlərin sayı hər il artır, 10, 12, 15%. İnanılmaz dərəcədə artır. Bir də ki, biznesmenlər haqqında məlumatı ötürmürlər heç bir yerə.
Orada da məxfilik olur. Məxfilik qorunur. İnsan haqqında məxfilik çox vacibdir. Bu məsələlərdə biznesmenlərə cəlb edir ki, mənə dəyib toxunan yoxdur, mən oturmuşam, işimi görürəm. Qanuni tərəfdən də çox rahatdır. Heç kim çalışmır ki, orada bu 2%-ni, 5%-ni, 3%-ni gizlətsin, aynen bundan uzaqlaşım. Yox, çox rahatdır. Çox sadə və çox rahatdır. Rəşad bəy, təşəkkür edirəm sizə. Mən şadam ki, belə izləyicilərimiz, dinləyicilərimiz var ki, sonradan gəlib qonağımız olurlar və biz onlardan nəsə öyrənirik. Mən ümid edirəm ki, bizi izləyib dinləyənlər bu buraxılışdan nələrsə öyrəndilər. Siz hər halda mənə kontaktları göndərsəz, ya səhifələr, ya kontaktlar mən videonun altında yerləşdirirəm. Əgər Dubaya gedib orada biznesi qlobala çıxarmaq və yaxud da sadəcə orada inkişaf elətdirmək, bu məsələlərdə maraqlı olan şəxslər, mənə də maraqlı gələn bu daşınmaz əmlaka investisiya qoymaq istəyən olsa, artıq o kontaktlarla sizinlə əlaqə saxlayırlar, sizin ya şirkət əməkdaşları ilə. Sizə zamanınıza görə təşəkkür edirəm və mənə şəxsən maraqlı oldu. O deyir, qulaq hər gün yeni bir söz eşitməsə kar olar. Dubayda olmamışam, ümid edirəm ki, bu il düşünmürəm, amma ümid edirəm ki, gələn il ya ondan sonraki vaxtlarda gedərəm. Orada da olsam istəyirəm ki, bir ora sizin baxışınızla da baxaq. Bəli, çox sağ olun, dəvət elədiniz. Mən əlbəttə ki, mən sizin izləyicisiyəm və gördüyüm prizmadan görürəm ki, həqiqətən də Azərbaycan biznesmenlərinə bu məsələlərlə bağlı olan açıqlama verən bir adam lazımdır. Biz də kömək eləyə bilərik, yönəldə bilərik. Sizi də dəvət edirəm. Yəni bizim gözümüzlə baxmaq. Emiqrasiya ilə turizm fərqlidir. Ona görə də ilk öncə hansı bir ölkəyə gedəndə kiminsə o sənin üçün orada olması böyük üstünlükdür. Məncə də. Çox sağ olun. Ümid edirəm ki, bu axırıncı podkastımız deyil. Mən çox istərdim ki, biz Dubayda da bir podkast çəkək. Çox gözəl olar. Mən də onu təklif etmək istəyirdim ki, daha bəlkə açıq məkanda da keçirə bilərik. O daha informativ ola bilər. Çox sağ olun. Məncə də. Təşəkkür edirəm. Dostlar, qonağım Rəşad Rəhimov idi. Siz də fikirlərinizi yazın. Ola bilsin siz də Dubayda yaşayırsınız. Yazın şərhə və yaxud da şərhə yazmağa çəkinirsinizsə, orada kontaktlar var da bizim sosial şəbəkələrə keçid var. Instagrama, TikToka, Facebooka, orada e-mail var, kontakt kimi. Oradan da yaza bilərsiniz. Ümumiyyətlə, nə düşünürsünüz bugünkü mövzu ilə bağlı? Öz fikirlərinizi yazın, mənə maraqlı olar. Videonu like edin. Kanala abunə deyilsinizsə, amma bu video qarşınıza çıxıbsa, yəqin ki, alqoritmlər hesab edib ki, bu mövzu sizə maraqlı olar. O zaman kanala abunə olun və kanaldakı başqa videolara da baxın. Sonda da həmişə kimi demək istəyirəm ki, çalışın sağlam və xoşbəxt olasınız. Bu çox vacibdir. Hələlik.